Seul Olimpiya oyunları 1988. 22 yaşım vardı. İlk dəfə Olimpiya çempionu adını qazandım. Bundan sonra Atlanta olacaqdı. İkinci Olimpiya qızılı. Tez-tez eyni yuxunu görürəm. Qələbə, ilahi, sanki uçuram. Məni yüksəldən sevincdən coşmuş dostlarımın möhkəm əlləridir. Birdən oyanıram. Demə bu qələbəni yuxuda qazanmışam. Gerçək döyüşsə hələ irəlidədir. Nə edəcəm? Necə edəcəm? Məni dəhşət bürüyür, çünki özümü tam hazırlıqlı saymıram. Bu qaça-qaçda anamın səsini eşidirəm. Ey çempion, həvəsdir, bəsdir. İndi də get dərslərinlə məşğul ol. Bu yerdə tamam çaşıb qalıram. Artıq yuxu ilə gerçəyi bir-birindən ayıra bilmirəm. Paris, xəyallar şəhəri. Parisdə çox olmuşam, amma sanki olmamış kimiyəm. Çünki idmançılar şəhərləri görmürlər. Bizim işimiz belədir. Yarış vaxtı bütün günümüzü ya oteldə, ya da məşq zolağında keçiririk. Qələbələrin sayı artdıqca şəhərə çıxmaq, küçələri dolaşmaq imkanı azalır. Bir dəfə oturub yarışlarda keçirdiyim günləri hesablamışdım. Elə çıxır ki, biz idmançılar ilin çox hissəsini evdən kənarda oluruq. Hazırda isə ölkənin baş məşqçisi olaraq və üstəgəl Beynəlxalq Hakimlik Komissiyasındakı fəaliyyətimlə əlaqədar demək olar ki, günüm səfərlərdə keçir. Payız qışa dönür və budur. Yayın gəlməsinə bir şey qalmadı. Zaman beləcə dövr edir. Fəsillər bir-birini izləyib illərə dönür. Lakin ömür sadəcə illərin üst-üstə qalaqlanması deyil axı. Ömür zaman kəsiyində səpələnmiş hadisələrin məcmusudur. İdmançı üçün həyat hadisələri get-gedə gəlizləşən yarışlardır. Kiminsə həyatında belə hadisələr çox olur, kiminsə bir o qədər də yox. Əbəs deməyiblər ki, ömür həm uzundur, həm də çox qısa. Anamla birgə uşaqlıq şəklim yoxdur. Atam deyirdi ki, məni şəkil çəkdirməyə aparmaq asan iş değildi. Он такой упрямый был. Он еще маленький был. Он уронил вилку. Я говорю, подними. Он говорит, пускай Азик поднимет. Азик старший брат. Ему было 6 лет, брату 8. Капусон, я говорю, подними, ты уронил. Пускай он поднимет. Да. Я говорю, это же несправедливо. Ты уронил сам. Я его заставлял сам, да, чтобы поднял. Он плакал, не хотел поднять. Вот такие вещи у меня были в детстве. Məktəbdə başqa uşaqlardan fərqli olduğumu mənə tez anlatdılar. Gözlərim zəif idi, yaxını pis görürdüm, üstəlik də astigmatizm. İdman dərslərində utanıb sıxılırdım. Müəllim, indi isə İlqar Məmmədov turnikin üstündən necə aşmağı bizə göstərəcək deyəndə rəngim ağarır, həyəcandan titriyirdim. Özümü turnikdə bir dəfə belə çəkə bilmirdim. Mən heç pioner də qəbul edilmədim, amma məyus olmadım. Musiqi Parisin ruhundadır. Doğma Bakı kimi. 5 yaşımda böyük qardaşımı təkrar etməyə çalışaraq mən də pianoda dıngıldatmağa başladım. Anamla nənəm bu məsum uşaq hərəkətində gənc Mozartı kəşf etdilər və dərhal məni musiqi məktəbinə yazdılar. Bakıda o vaxt hamı musiqi məktəbinə gedirdi. Salomon Davidoviç məktəbdən əlavə mənə özəl dərslər verirdi. Gələcəyin Mozartının yetişdirilməsi üçün bu çox vacib idi. Salomon Davidoviç nəm döşəməsinə soyuq linoleum sərilmiş, yarım zirzəmidə yaşayırdı. Ay Allah, ayaqlarım donur, soyuqdan fortepianonun pedalını belə basa bilmirdim. Salomon Davidoviçin bu zəhərmar aləti darısqal otağa necə sürüyüb yerləşdirməsi sir olaraq qalırdı. Anam səsini qısaraq pıçıldayırdı ki, Salomon Davidoviçin pianosu qənimətdir.
üzərində qələbə çalınmış Berlindən gətirib. 6 illik əzabımın yekunu. Anamla nənəm bayram libasında buraxılış imtahanlarına gəldilər. Atamı da özləri ilə gətirmişdilər. İmtahanın nəticəsi isə faciəli oldu. Bizimkilər dönüb məzəmmətlə müəllimlərə baxdıqda onlar çiyinlərini çəkərək "Başqa nə gözləyirdiniz? Sizin oğlan çoxdandır dərslərə gəlmir" dedilər. Necə gəlmir? Biz hər dəfə onu özümüz məktəbə gətirirdik. Hər ehtimala qarşı səhnədəki rayalın arxasında gizlənmişdim. Əvvəllər gizlənib valideynlərimin evə getməsini gözlədiyim kimi. Sonra qaçıb gedirdim Kirov parkına. Orada isə funikulyor, dəniz kənarı bulvar. Bəsdir, atam əlini rayala çırpdı. Əlimdən tutub Dzerjinski klubunun yanındakı Dinamonun boks bölməsinə apardı. Anam ağladı. Necə olacaq bu uşaq? Sən onun qollarına bax. Çöp kimidir. Lakin atamın qərarı qəti idi. Мужчина должен уметь себя защищать. Я был худой всегда, но драться мог и защищать себя мог. Поэтому сыновей тоже сначала давал на бокс ненадолго, а потом перевел на фехтование. Atam şpaqa üzrə 16 qat Azərbaycan çempionudur. Bakıda ona Dartanyan deyirdilər. Atam əynində ağ kostyum, yanında 3 muşketyor oğlu sahil gəzintisinə çıxanda hamı heyran qalardı. Mənim atam SSR-nin ilk idman menecerlərindən idi. O ziddiyyətli illərdə qılınc oynadanlar üçün gözəl şərait yarada bilmişdi. Nəticəsi isə o oldu ki, Azərbaycan yığması dəfələrlə SSR mükafatçısı və çempionu olmuşdu. И там желание говоришь. Я знаю, что его желание только, наверное, опять было, что долголетие родителей. Parisə bir yerlə yarışdan kənar getmək nadir hadisədir. Belə fürsət ömürdə bir dəfə ələ düşür. Qətiyyən şişirtmirəm, həqiqətən belədir. Beynəlxalq Unuca Oynatma Federasiyası öz 100 illiyini qeyd edirdi. Bu mühüm hadisəni məhz Parisdə, muşketyorların vətənində qeyd etmək qərarı alınmışdı. Veteranlar, dövrün ən nüfuzlu qılınc oynadanları, görkəmli məşqçilər, ümumiyyətlə bu idman növü ilə bağlı hər kəs Parisə toplaşmışdı. Əlbəttə, Mark Rakita, Galina Qaraxova, Viktor Sidnyak, Viktor Kravapuskov, Stanislav Poznikov kimi görkəmli çempionların əhatəsində olmaq çox böyük şərəfdir. Onlar ölkəmizin ən məşhur idmançılarından yalnız bir neçəsidir. Heyf ki, mənim məşqçim Mark Petroviç Midler bu günləri görmədi. Bizim federasiya ən çox sayılı qurumdur. Özündə 145 ölkəni birləşdirir. Beynəlxalq Qılınc Oynatma Federasiyasının prezidenti Əlişir Usmanovdur. Özü keçmiş qılınc oynadandır. Əvvəllər qılınc oynatma üzrə ittifaq yığmasının üzvü olduğundan bizim problemləri yaxşı bilir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach isə rapira üzrə Olimpiya çempionudur. Bizim adamdır. Tənhalığa məhkum ediblər. Olimp tənhalığına.
ən zəhlə tökən şey səhər məşqlərinə başlamaqdır. Hər kəs öz əhvalı ilə ağır mübarizə aparmalı olur. Kimsə yuxusunu almayıb, kimsə dünənki gərginlikdən çıxa bilməyib, kimsə sadəcə olaraq hələ də yorğundur. Məşqçi asta-asta, kimi zarafatla, kimi bizləməklə, kimi də xoş sözlə həvəsləndirməli, bu ağır mühərriki hərəkətə gətirməlidir. Həmişə demişəm və deyirəm, komandada lider olmalıdır. Əgər komandada bir neçə lider varsa, belə halda əlbəttə onların arasında sağlam rəqabət olmalıdır. Qadınlar arasında bu məsələ biraz qəlizdir. Çünki qadınlarda rəqabət rəqabətlikdən çıxıb nifrətə çevrilir. Qadın biraz fərqli məxluqdur. Kişilər arasında isə bir neçə lider ola bilər. Bu liderlər komandanın digər üzvlərini qoşqu kimi irəli çəkir. Əlbəttə rəqabət olmalıdır. Rəqabət olmayan mühit bataqlığa çevrilir. Belə vəziyyətdə isə heç nə etmək olmur. Çünki bataqlığa çevrilmiş mühit qələbə gətirə bilməz. Rəqabət mühitində psixologiya da bunu deyir. Mən ondan pis deyiləm söhbəti ola bilməz. Yox, qətiyyən olmaz. Mən daha üstünəm, yalnız belə olmalıdır. Pis deyil, üstündür anlayışları sanki yanaşıdır. Lakin psixologiyada bu çox fərqli amillərdir. Yadımdadır, uşaq olanda Nabranda bir niyyət ağacı görmüşdüm. Neçə yaşım vardı, dəqiq deyə bilmərəm. Bəlkə 8 ya da 9. Həmin ağaca palıd ağacına balaca bir parça bağlayıb niyyət edirdilər. Nəsə çox sentimental olmuşam görünür. Ürəyimdə niyyət tutdum ki, mən valideynlərimin ölümünü görməyim. Mən istəmirəm ki, onlar ölsünlər. Bu qış anamı itirdim. Görünür, anamın duası mənim dualarımdan daha tez eşidilmişdi. Bu dünyada heç nə təsadüfi və ya mənasız baş vermir. Anamın məni musiqi dərslərinə məcbur etməsi gözləmədiyim halda idmanda karıma gəldi. Bizim əvəzsiz məşqçimiz Mark Petroviç Midler elə ilk baxışda mənim qılınc oynatma üslubuma musiqili qılınc oynatma adını vermişdi. Əgər musiqi doyumun kamildirsə, sən öncə döyüşün ritmini tutursan, onun sahibinə çevrilirsən, sonra isə rəqibini bir anlığa qabaqlayıb zərbəni endirirsən. Mark Petroviç Midler. Moskvaya məhz onun şagirdi olmaq niyyəti ilə gəlmişdim. Bu çətin seçim idi. O vaxt atam demişdi, əgər Midlerin əlinə düşəcəksənsə, yalnız bu halda Moskvaya getməyə dəyər. Mark Petroviç təkrar deyərdi. Əgər istedadın varsa, üstəgəl çalışqansansa və Allahdan da xeyir dua alıbsansa, ulduz olacaqsan. Tez-tez o böyük müəllimi düşünürəm. Nəyin bir ölkənin dörd bir tərəfindən gəlmiş, biz yeniyetmə olanlar üçün o kim idi? Ata, ustad, yoxsa böyük dost?
Qarışıq 90-cı illərin əvvəllərində Sovetlər çökəndə məni qeyri-müəyyən gələcəyi olan mürəkkəb mühitdən məhz Mark Petroviç qorudu. Dedi, qayıt gəl, sən ikinci dəfə Olimpiya çempionu ola bilərsən. O gələcəyi görə bilirdi. Qılınc oynatma ilə elə belə keyfin istəyəndə məşğul olmaq olmaz. Ciddi idmanın bütün növləri belədir. Heyf ki, istedadlı uşaqlar çox vaxt tənbəl olur. Bax, dünən döyüşçünün birini 4 aylıq əskərliyə yolladım. Qoy getsin, təpik döysün. Mən də xidmət etmişəm, nə olar ki? Orada ağlı başına gələr. Здорово. Технично сейчас ответил. Готовишь, дистанцию готовишь. Ağır zəhmət olmasa, istedad idmanda keçici hal. İstedad çox tez sönür. Lakin istedadsız zəhmətin də müəyyən həddi var. Elə bir həddi ki, onu yalnız istedadla keçmək mümkündür. Ancaq təkcə zəhmətə əsaslanan idmanın özü də işgəncəyə çevrilə bilər. İlahi vergiyə gəldikdə isə biz onun niyyətləri üçün vasitəçiyik. Еще болек, да? Да. Сейчас тут гоняют руку, а вот что не сильно. Вышла? А ты взял это щи, что ли? Попробуй. Рыба. Знаешь, что 35 грамм перчик болгарский заменяет суточную норму витамина С? Знаешь? Или не знаешь? Уже знаю. Давай быстрее. Qılınc oynatma idmanın xüsusi bir növüdür. Burada həm öz qələbən üçün döyüşürsən, həm də komandanın. Elə bil ki, öz məhəllənin uşaqları ilə rəqib məhəllənin uşaqlar kəllə-kəlləyə gəlir. Belə vəziyyətdə gərək dostlarının hər birinə güvənə biləsən. Ənvər İbrahimov, Dima Şevçenko, olimpiyadalarda məni ucaldan belə dostlarımın möhkəm əlləri idi. Bəzən qəlbimi qəribə bir kədər bürüyür. O uzaq uşaqlıq illərində nəsə bir sir var idi. Və o aləmin sirlərini yalnız mənim Bakılı dostlarım duya bilər. Baxmışam. Я, кстати, Не, я не, мы в лифте прогуливал. застряли. Я прогуливал, значит. Наверное, меня учительницы жалели, потому что я постоянно выдумал какие страшные истории. Что случилось? Бабушка Видите, помогла. позвал, нет. Меня, говорит, Сколько раз бабушка умирала? меня, говорит, в больницу отвезли. Что случилось? Хрипы в легких нашли. Хрипы в легких. Сезама. Проходите. На следующий опять опаздывают. Что случилось? Я В говорю, другом «Батюшка, легком хрипы. Шум в сердце нашли. Короче, ты еле выжил, чтобы закончить школу. Еле, говорит, вышел, чтобы Это закончить. какой болезненный ребенок, кто хрипами душой. И при этом, не придумал, и при этом эти соревнования получают призовые места. А когда придумал, бежал на тренировку после сразу. Сразу в Динамо. Не зами, последняя Если бы не вы, я сам бы не пришел. В принципе, ничего не изменилось, как было, на асфальт такой. Ничего не изменилось. Спортсменом и покупай квартиры хорошие. Не будет давать Сейчас время другое. Сейчас другое время. Сейчас никто без стимулирования не будет. эти стекла массовые, они стекла. Я серьезно говорю, таких зон, канализацию, вот смотрите, что происходит на земле, ты вообще ничего не видел. Рука не касалась человека. Понятия не имеешь. А сейчас ты знаешь, видишь, как это все. На погоде меняется. Заходишь домой. Да, и чтобы шалас я. Шаласская вода, Ингар. Смотри. Ни хлорки, ни серы, ничего нет. Я попить хочу. Попробовать, я выпью. Dostlar məni bu köhnə məhəlləmizə gətirəndə indiki möhtəşəm Bakıda o kiçik həyətimizi tapacağımıza inanmırdım. İndi bu həyət çox darısqal görünür.
Amma bir vaxtlar burada əsl futbolçu kimi top oynadardıq. Yadımdadır, bəzən top qonşumuz Əli dayının şiddətli oyun gedən nərd taxtasına çırpılırdı. Belə hallarda kiminsə qulağı mütləq burulacaqdı. Dəstəyi. Kiminləsə söhbət edirəm. O vaxtlar Straginoda yaşayırdıq. Övladlarımın idmanla bağlı iddialarını həyat yoldaşım formalaşdırırdı. Əvvəlcə Milenanı dağ xizəkçiliyinə yönəltdi, sonra qılınc oynatmaya. Yoldaşım sablist olduğundan Milenanı da həmin istiqamətə yönəltdi. İndi artıq il yarımdır kiçik qızım da qılınc oynatma ilə məşğuldur. Böyüyəndə mübarizə meydanında qızlar üz-üzə gəlməsin deyə kiçik qızımı rapiraya verdi. Bax indi evimizdə 2 qılınc oynadan var. Milena qılınc, Ayla rapira. Milena artıq yarışlara gedir, piyedestala qalxır. Yeri gəlmişkən deyim ki, o idman ustası normasını məndən əvvəl yerinə yetirib. Боюсь, раз она вышла в атаку, и раз пора. Bu günlərdə Lena bəyan etdi ki, sən demə ulduz falına görə bizim ailə qurmağımız qeyri-mümkün imiş. Bizim münasibətlərimiz anlaşılmazdı. Güya biz daima əks səngərlərdə dayanmalıyıq. Onun sözlərində əlbəttə müəyyən həqiqət var. Lena özü neçə qat dünya və Avropa çempionudur. Xasiyyəti poladdır. Mən də məxmər deyiləm. Mənimlə yola getmək elə daha asan iş deyil. Məncə Lenaya heykəl qoymağın vaxtı çatıb. Mən onunla əlbəttə ki, idman toplantısında tanış olmuşam. O vaxt 18 yaşı vardı. Çox keçmədi evləndik. O qılınc üzrə yarışırdı, mən isə rapira. Təbii ki, məşqlərin çoxu ayrılıqda keçirilirdi. Həmin uzaq illərdə yarışlara birgə gedərkən xəyallara dalırdıq ki, vaxt gələcək bizim də öz ev eşiyimiz olacaq. Finish? Yeah, because here no possible. I'm sure, but I don't know. İtalyan rapiraçıları həmişə dünyada üstün olublar. Onların rapira məktəbi çox güclüdür. Bir dəfə dünya çempionatının yekun yarışında Cerrione ilə qarşılaşmalı oldum. Həm komandamın, həm də mənim görüşüm üzrə hesab bərabər idi. Mən nə edim? Düşünməyə vaxt yoxdur. İldırım sürəti ilə qərar qəbul etmək lazımdır. Cerrione-ni qəfil yaxalamaq asan iş deyildi. Fil kimi nəhəng idi. Özü zərbə vurmağa çatdırmayanda tamamilə qapanırdı. Onu aldadıb tələyə salmaq üçün mən ona əks hücum şəraiti yaratdım. O hücuma keçəndə qoltuğunun altındakı müdafiəsiz yerə gözlənilməz zərbə indirdim. Hamımız sevincdən göyə atıldıq. İbrahimov Ənvər, özüm, Dima Savchenko, Vladislav Pavloviç, hər birimiz sevincdən coşmuşduq. Qələbəni elə çətinliklə qoparmışdıq ki, və birdən bu zaman hakim aləmi qarışdırıb qələbəni Cerrione'yə verdi. İtalyanlar sevincdən yerlərindən atılıb bağırmağa başladılar. Onlar hakimdən belə hədiyyə gözləmirdilər. Həmin an İtalyanlar oturan tərəfə atıldım və başladım rusca bağırmağa ki, bütün İtalyanlar lap belə-belə olsun. Üzümün ifadəsindən onlara nə dediyimi çox yaxşı anlayırdılar. İtalyanların baş məşqçisi mənə tərəf cumdu. Bir anda rapiranı kənara atıb əlbəyaxa döyüşünə hazır oldum. Bu an kimsə məni arxadan bərk-bərk qucaqlayıb yerimdə döndərdi. Beləliklə Cerrione öz nəhəng bədəni ilə məni coşqun Azərbaycanlını emosionallıqda bizdən geri qalmayan İtalyanlardan xilas etdi. Mən isə burax bağırdıqca o məni bərk qucaqlayırdı. Biraz sakitləşəndən sonra Rusiya yığması adından etiraz verdik. Bunu özümüz etmədik. Federasiyadan xahiş etdik ki, etiraz versin. Bu hakim həyasızlığını hamı görmüşdü. Qərara gəlib bütün komandanı çempionatdan çıxartdıq. Çünki biz həmişə birinci olmaq əzmində olmuşuq.
Komandanın dünya çempionatından çıxması görünməyən bir iş idi. Qılınc oynatma tarixində belə bir hadisəni ümumiyyətlə xatırlamıram. Həyat çox qəribədir. Rusiya yığmasına rəhbər təyin ediləndə gördüm ki, rapiraçıları gücləndirmək lazımdır. Ona görə də ilk növbədə Çerroni yadıma düşdü. İndi o mənim yanımdadır. Фехтование такой вид спорта, который предполагает, то есть, всякое. Когда встречаются соперники, и они бьются не на жизнь, а на смерть. То есть тут видно, что, в общем-то, если так с виду посмотришь, бывают бои, которые, кажется точно, они сейчас зарубят друг друга. Я проработав в легкой атлетике, конечно, там что основа? Беги, у тебя есть, скажем, какой-то временной промежуток, на который ты должен это сам пробежать. Прыгун, что там прыгун? Прыгун он должен или в длину дальше прыгнуть всех, то есть у него заключается одно. Фехтовальщики это вообще, это считается, они же помимо того, что они симпатичные, красивые и прочее, то есть они же еще обладают интеллектом определенно. То есть это не с футболистом поговорить, который может рассказать о том, что это самое. Но когда человеку бьют по голове на протяжении 20 лет, наверное, у него там что-то, наверное, не так происходит. А фехтовальщики, они всегда веселые. Можно даже сравнить надо с шахматистами, потому что у них выстраивается какая-то определенная позиция, которая позволяет им выиграть тот или иной фехтование. Шахматы в движении, да, вот вы правильно сказал. Шахматы в движении. Бывают случаи, когда, в общем-то, бывают проколы так называемые. И вот, пожалуйста, вход в бедро клинка и выход вот здесь паховой области, вот здесь вот. Однако, что вот ему повезло. После этого он стал олимпийским чемпионом двукратным. Вот. Может быть, это было его А мог бы закончить, да, плачевно. Vurdular. İndi bu gülməli gəlir. Onda isə çox möhkəm insan olan atamın İlqarı vurdular xəbərindən dili tutulmuş. Vəziyyəti bütün kəskinliyi ilə dərk edən atam əlini məndən üzmüş və bu sarsıntı altında xəstənin yanına olmaz göstərişi vermiş həkimin üstünə hücum çəkmişdi. Bu vaxt ətrafdakılar onu məzəmmət ediblər. Bu nə hərəkət edirsiniz? Həkim oğlunuzun həyatını xilas edib axı. Yalnız bu sözlərdən sonra atam özünə gəlmiş və anama zəng edərək əhvalatı danışmışdı. Bundan sonra düz bir il məşq zolağına çıxa bilmirdim. Qəlbimdə bir vahimə vardı. Sinəmdəki soyuq sızıntı da keçib getmək istəmirdi. Bir gün yenə oturub yoldaşlarımın məşqinə baxırdım. Bu vaxt yanımdan ötənin biri salam əvəzinə "Hə, məğlub oğlan, nə var, nə yox" dedi. Görünür ona elə qəzəblə baxmışam ki, elə bircə onun güllə kimi götürüldüyünü gördüm. Распорки перестал делать в атаке. Все так, в одном ритме. Ну нахера навстречу колоть-то, елки-палки? Komandamızı böyük yarışlarda kimlərin təmsil edəcəyi haqda son qərarı mən verirəm. Əlbəttə, bütün məşqçi heyəti ilə müzakirələr aparılır. Lakin çox vaxt qeyri-adi strateji seçimi etmək lazım gəlir. Seçim etmək isə kiminsə taleyinə müdaxilə etmək deməkdir. Mən bu vəzifəni, bu məsuliyyəti öz üzərimə götürməyə məcburam. Seçim qarşısında duran insan görünür tənhalığa məhkumdur. Belə anlarda hətta ən cüzi, əhəmiyyətsiz görünən bir hadisə və ya müşahidə birdən-birə qeyri-adi və ümid edirəm düzgün qərara gətirə bilər. Bir neçə gün əvvəl mənim qızım Milena yolda rast gəldiyi kimsəsiz bir küçüyü evə gətirdi. Fikir verirəm ki, bu adi küçə iti var gücü ilə bu evdə özünə yer eləməyə can atır. Hətta evin köhnə sakini olan cinsi iti belə sıxışdırmağa çalışır. Qəribədir. Bəli, seçim etməyin vaxtı çatıb. Sinəmdəki o amansız sızıntını bir daha Atlanta Olimpiyadasına az qalmış hiss etdim. İdman komitəsindən gələn məmur mənə nəzər salıb dedi. Bunu limon kimi sıxıb suyunu çıxarıblar ki. İndi çətin qərarlar verəndə həmişə Mark Petroviç Midleri xatırlayıram. O mənə inanırdı. Bilirdi ki, heç vaxt məşqçimin, eləcə də komandamın ümidini qırmaram. Polyaklarla həll edici döyüşdən öncə uşaqlara dedim. Söz verirəm, qızıl medal qazanarıqsa, saçımı dibindən qırxdıracam. Qələbəni qazandıq. Sonsuz sevinç və yorğunluq içində otelə qayıtdıq.
Yıxılıb daş kimi yatdıq. Səhər durub güzgüyə baxanda diksindim. Başımın bir tərəfi keçəli idi. Görünür dostlarım məni o biri tərəfə çevirməyə ürək eləməyiblər. Otağa girib gördüm ki, xor-xor yatırlar. Təpikləyib durğuzdum. Ülgücü uzadıb dedim, davam edin. Kişinin sözü bir olar. Россия для всех это хороший возбудитель, потому что наши все-таки чемпионы мира. Поэтому на нас настраиваются всегда. Я еще раз повторюсь, в команде настрой переходит на первое место, а все остальные технико-тактические дела уже на втором и на третьем. Quando è fermo, col ferro. Dai, dai là, dai. Ali. During falling down, no touch. When you touch, Внимание! Vai, tira. Сколько ударов наши в атаке не реализовали, ну, процентов на 70 точно своих атак. Получали столько контратак, сколько я вообще не видел. Иногда надо, извините за выражение, получать по морде. Поэтому это немножко отрезвляет. Baş məşqçinin işi sadəcə məşqçilik etmək deyil. Gərək həm də psixoterapevt olasan. Çünki çox saylı insanlar, idmançılar, məşqçilərlə işləyirsən. Hərənin bir xasiyyəti var. Əgər xarakter varsa, demək liderlik keyfiyyətləri də var. Belələrini sındırmaq, əzmək olmaz. Çünki son nəticədə yalnız şəxsiyyət nəyəsə nail ola bilər. Şəxsiyyəti sındırmaq olmaz. Məndən əvvəlki baş məşqçilərdən kimsə məşqlərə siz hamınız degeneratsınız, heç nəyi bacarmırsınız deyərək başlayırdısa və bu münasibət aylarla, hətta illərlə davam edirdisə, bu nəticə verməzdi. Degeneratdan olimpiya çempionu çıxmaz. İnsanı heç vaxt alçaltmaq olmaz. Cəzalandırmaq olar, lakin alçaltmaq olmaz. Buna görə mən baş məşqçi kimi yuxuya bir fikirlə gedirəm. Əgər mən bugün nə isə düzgün etməmişəmsə, üzr istəyirəm hamıdan, o cümlədən həyat yoldaşımdan, uşaqlardan, valideynlərimdən. Beləcə rahat duyğularla yuxuya gedirəm ki, hər səhər yenidən oyanıb, döyüşə yollana bilim. Ona görə ki, bizim həyatımız daim mübarizədədir. Yığmaların məşqləri hərbi təlim, yarışlarsa müharibədir.
А вы знаете, какая у меня фамилия будет? Мамедова. У меня муж Мамедов. Я серьезно. Я же всегда говорю, что победа – это комплексное мероприятие. Это не только один спортсмен. Это спортсмен, тренер, это судьи, это врачи, массажисты, мастер по оружию, начальник команды. Это комплекс. Поэтому, но когда спортсмен выиграет, что-то все забывают, что это была подготовка всех вот этих структур и всех этих людей. Но когда проигрывает спортсмен, тренер плохо подготовил его, это, да, ну, такова жизнь, поэтому... Tezliklə yenə payız gələcək. Sonra qış, sonra yenə yaz. Hər fəslin öz hadisələri yaşanacaq. Bu hadisələr isə bir insan ömrünün salnaməsinə çevriləcək. Uzun, həm də çox qısa olan insan ömrünün salnaməsinə.